Mükemmel müdafiəniz üçün çox sağ olun. Sayənizdə cəmi 20 milyon itirdim. Amma bu rəqəm 80 də ola bilərdi. Yaxşı qutardı. Qadınlar arasında nigah fırıldaqçıları günü-gündən artır. Deyəsən bunlara hardasa təlim keçirlər. Amma hüquqşünasınız nigah müqaviləsini düzgün tərtib etsəydi. Keçmiş hüquqşünas. Bir də ki Nora. Onun sayəsində biz sizinlə tanış olduq. Deyirsiz tanışlığımız 20 milyona başa gəldi. Amma 80 də ola bilərdi. Bağışlayın. Bəli, eşidirəm. Aha, gəlirəm. İcazənizlə. Mən gedim. Əlbəttə, yaddan çıxarmayın. Birinci gündən işə çıxırsınız. Gecikməyin. Yaxşı, görüşərik. Ofisə gedirik. Əlbəttə. Başqa gedəsi yerim yoxdur. Subayam. Maşını verin. Peki gəzişək. Subaylıqdan həzz almaq istəyirəm. Yaxşı, al. Çox təşəkkür edirəm. Mükəmməl müdafiə idi. Görürsünüz də Aydan xanım, iqtisadi fırıldaqçıların əlində qalmışıq. Hüquqşünasınız vaxtında müqaviləyə lazımı bəndə əlavə eləsəydi, indi belə baş ağrımız olmazdı. Düz deyirsiniz, amma bir səhviniz var. Keçmiş hüquqşünasım. Düzgün addımdır. Doğrusu demişkən, ən təəccüblüsü odur ki, məhkəmədə ən çətin iş qatığın ağ olduğunu sübut etməkdir. İcazənizlə Aydan xanım. Uğurlar. Bir daha təşəkkür edirəm. Çox sağ olun. Ofisə? Yox. İclası biraz ertələdim. Nazim nəsə yaman görüşmək istəyir. İş vaxtı. Xeyirdir? Mən bilən xeyir olmalıdır. Nə dərəcədə xeyirdir? Deyəsən o mənə evlənmək təklif eləmək istəyir. Alo? Maşını qabağa verin. Dünya gözümdə gülür səninlə Küsüb getmə dayan məni bir dinlə Mənim eşkim bircə sən çələng hörüm Sevgidən sənə biz yenə gəl tutaq əl-ələ sənlə əzizim Sensiz geçen her anımda Bir kara giyer kalbim Bir sen olsan tek yanımda Hoşbəxt hep gözümdə bir sen Sözümdə bir sen Qəlbimdə bir sen Gözümdə bir sen Doyaq dünyanın Ataq hicranı Təntənəli yığıncağı qadağan eləyirəm. 5-6 nəfər qohumlardan çağırarıq, 1-2 nəfər də işdən çağırarsan. 30 yaşında ağ gəlinlik geymək lap ağ olar, hə? Gəlinlik hər mənada ağ olur da. Gör kimdən nə soruşuram. Hə, şəkil işini şahirinə tapşırarsan. Amma bir şərtlə, nə internetdə, nə qəzetdə, heç yerdə çıxmasın. Özün məşğul olarsan. Hə, nə deyirsən? Niyə? Hamısını ay əjdər. Yığıncaq, şəkil, paltar. Olar mən bu suala sabah cavab vereyim? Həmişəki kimi fövqəladə dərəcədə məsuliyyətlisən. Deyirəm, belə baxanda bu həyasız əsil peşəkar çıxdı. Ağlımı başımdan aldı, evlənmək təklif elədim. Sonra il yarım mənimlə bir yastığa baş qoydu. Hər gündə gözümün içinə elə baxırdı ki, güya bundan sadiq adam yoxdur dünyada. Nədir, məndən 20 milyon pul qoparacaq. Hələ arsız da 80 istəyirdi. Yemədi, getdi. Maraqlı adamsan. Sevinirsən ki, 60 milyon qabağa düşmüsən? Yox, əzizim. 20 milyon itirmisən. Əşi, cəhənnəmə ki. Yanındakına bax hələ. Belə görünüşü də pis idi ya. Antonio Banderas oxşayırdı. Sən məni narahat eləməyə başlayırsan. Qorxma, Jane. Bu mənim işimin bir hissəsidir. Daşınmaz əmlakı qiymətləndirəndə adam gərək biraz soyuqqanlı olsun. Sənə bir məsləhət verim. İndidən belə nigah müqaviləsi məsələsini yaddan çıxart.
Bir də özünə əcnəbi qız tap. Nə? Əcnəbi? Okeanın o tayında olsa lap yaxşı olar ki, səni tanımasın. Doğrudan? Mike, mən sənin təhlükəsizlik işlərinlə məşğulam. Eyni zamanda şəxsi köməkçinəm və sair və ilaxır. Amma ara düzəldən deyiləm. Bir dəqiqə dayan. Yadıma sal, sən əcdadların Amerikaya hardan gəlmişdi? Azərbaycanla. Azərbacı... Tələffüzünü sonra öyrənərəm. Mütləq. Ged elə oradan özünə bir qız tap. Genetik faktor da öz sözünü deyə bilər. Sən bunu necə təsəvvür eləyirsən? Adam kimi. İnternetdə hər ölkənin tanışlıq saytı var. Girirsən ora, şəklini qoyursan, yazırsan ki, əcdadlarım hardan. Azərbaycan. Hə, oradan, vəssalam. Oturub gözləyirsən. Ciddisən? Hə, nə var ki burada? Amma şəkil çəkdirəndə gərək sadə giyinəsən. Saçını da biraz dağınıq eləsən yaxşı olar. O niyə? Pul gir, ləçər əvəzinə sadə, əfəl qız tapmaq üçün. Yaxşı, görək püşk nə deyir? Püşk deyir ki, bəxtini sına, Mike. Bəxtini sına. Biabırçılıq deyə. Gör necə zamanədə yaşayırıq. Heç kimə etibar eləmək olmaz. Adam bilmir bu aferistlərin əlindən hara qaçsın. Düz deyirsən. Amma hər halda mən qalib gəldim. Aydan. Sənə bir söz deyəcəm. Amma bilmirəm, əlim ayağım əsir. Bu 4 ay ərzində çox şey götür-qoy elədim özüm üçün. Düşündüm, fikirləşdim. Bir də ki, yəqin bunu əvvəlcə də deyə bilərdim. Bax, Gəl mən sənə kömək eləyim. Sənə mənim varlı olmağım mane olurdu. yo. Hə, Həm də mənimlə puluma görə görüşdüyünü düşünə bilərdim, hə? elədir. Nədir? Ziyalı kompleksində tutulmusan? Deyəsən, hə. Nazim, biz 4 ay bundan əvvəl səninlə sərgidə tanış olanda mən o vaxt sənin sənətinə, yaratdığın gözəlliyə vurulmuşdum. Amma sonra səni tanıyandan sonra nə qədər gözəl daxili dünyaya sahib olduğunu görəndən sonra sənə bir insan kimi vuruldum. İndi mənə de görüm. Bu 4 ay ərzində heç bir dəfə də olsun mən sənə yuxarıdan aşağı baxmışam ya da belə düşünməyinə səbəb yaradacaq bir hərəkətim olub. Yox. Adamın üstündə Allah var. Elə bir şey olmayıb. Onda çəkinmə, sözüdür. Elə bil çinimdən bir yük götürüldü. Bir dəqiqə. Aydan. Mənə ərə gələrsən. Gələrəm. Xoşbəxt olun. Çox sağ olun. Çox sağ olun. Nədir? Az verdim. Artıq ailə başçımız sənsən. Məsləhət sənindir. Onda bunu içək. Ailəmizin sağlığına. Gəl şəkillərə baxaq. Necə məsləhətdir? Aman Allah. Xoşuma gəlir? Əladır. Möhtəşəmdir.
Deyirsən yaxşıdır? Yaxşı da sözdür. Superdir. İt günündəsən, bizə də elə bu lazımdır. Bəlkə təzədən çəkək. Deyəsən saçım pis düşüb.